Niyə ailənin birinci uşaqları daha uğurlu olur? Ailədə uşaqların doğulma ardıcıllığının onların gələcək həyatına ciddi təsir göstərdiyi barədə yeni araşdırmalar maraqlı faktlar ortaya qoyub. Alman tədqiqatçılarının 2014-cü ildə apardığı tədqiqatlara görə ailənin ilk övladları bacı qardaşlar arasında orta hesabla daha yüksək IQ səviyyəsinə malik olur. Araşdırma Proceedings of the National Academy of Science jurnalında dərc olunub. Statistik göstəricilərə əsasən astronavtların 91%, Amerika Birləşmiş Ştatının prezidentlərinin 53% və Harvard Universiteti tələbələrinin təxminən 80% ailənin ilk uşaqlarıdır. Mütəxəssislər bunu valideynlərin ilk övlada daha çox vaxt ayırması, daha ciddi nəzarət və təhsil verməsi ilə izah edib. İlk uşaqlar adətən liderlik xüsusiyyətləri ilə seçilir və rəhbər vəzifələrə daha tez yüksəlir. Lakin bu üstünlüklərin mənfi tərəfi də var. Araşdırmalar göstərib ki, ilk övladlar yüksək qan təzyiqi və piyələnmə kimi sağlamlıq problemləri ilə daha çox üzləşir. Alimlərin fikrincə, ailə daxilində artan məsuliyyət və psixoloji təzyiq bu riskləri artırır.